Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərə badminton idman oyunu haqqında danışacağım. İlk öncə tarixləri nəzərə yetirək. Badminton idman oyunu ilk dəfə 1872-ci ildə Hindistandan qayıtmış İngilis zabitləri tərəfindən oynanılmışdır və 1934-cü ildə Beynəlxalq Badminton Federasiyası yaradıldı. 1962-ci ildə Azərbaycanda badminton yaradıldı və elə məhz həmin ildə 1962-ci ildə Azərbaycan Badminton Federasiyası yaradıldı. Və bundan sonra 1996-cı ildə Azərbaycan Badminton Federasiyası təsis edildi. 1997-ci ildə Azərbaycan Badminton Federasiyası Beynəlxalq Badminton Federasiyasına üzv qəbul edildi. Badminton 1992-ci ildə Olimpiya oyunlarında rəsmi şəkildə ilk dəfə iştirak elədi və Azərbaycan isə 2021-ci ildə keçirilən 2020 Tokyo Olimpiya oyunlarına göndərdiyi yarışlarda iştirak edir. Minimum 2, maksimum 3 setdən ibarətdir. Bu, badmintonun voleybol idman oyunu ilə oxşar cəhətini bildir ki, setlərdən ibarət. 2 setin qalibi oyunun qalibi hesab olunur. 2 set uddur və salam, oyunda qalibsən. Setlər minimum 21, maksimum isə 30 xaldan ibarətdir. Badminton idman oyunda setlər arası fasilə 1-ci set, 2 və 3-cü set. Badminton idman oyununda bütün setlər arası fasilə 120 saniyədən, yəni 2 dəqiqədən çox olmamalı. Gələk burada valana baxaq. Valan 16 lələkdən ibarətdir. Valan özü 2 hissədən ibarətdir. Probka başlıq və qaz lələyindən ibarətdir. Valanın özünün uzunluğu 62-70 mm. Valanın uclarının diametri isə 58-68 mm. Lələk tərəfdən tutulub, probka tərəfdən zərbə endirilir. İndi isə raketkaya baxaq. Raketkanın uzunluğu 68 santidir. Raketkamızın özünün sim tərəfinin olan eni 23 santidir. Raketkanın çəkisi isə 70-95 qramdan çox olmamızın uzunluğu. Fərqi yoxdur. Təklər və yaxud da cütlərdə 13-40-dır. Meydançamızın eni təklərdə bu forma 5,18, cütlərdə isə 610, yəni 6 metr 10 santim. Badminton 3 cür oynanır. Təklər, cütlər və qarışıq cütlər. Təklər nədir? 2 nəfər biz qarşı-qarşıya durub oynayırıq. Cütlər nədir? 2 dənə oğlan bir komanda olur, 2 dənə də oğlan rəqib komanda. Qarışıq cüt nədir? Bir qız bir oğlan, bir qız bir oğlan. Bir komandada olur, bir qız bir oğlansa rəqib komanda olur bu formada. Tor meydançanı 2 bərabər hissəyə bölür, tor dirəklərə bərkidilib. Dirəklərin hündürlüyü 1,55, torumuzun eni 76 cm, torumuzun hündürlüyü kənarlarda 1,55, mərkəzdə isə minimum 1,52-dən, yəni 1,524-dən az olmamalı. Cütlərə fikir verin. Bax, burada cütlər görürsünüz, 2 dənə oyuncu var. 2 dənə oyuncu var cütlərdə. Valan servisindən oyuna daxil edilən zaman xətti tapdalaya bilmərsən. Ayaq yerdən qalxa bilməzsən. Valanı lələk tərəfdən tutub, probka tərəfdən vurmaq. Raketka gətirildi. Raketkanı belə deyim, bel nahiyəsindən yuxarı tuta bilmərsən. Bir dəfə raketkanı gətirdinsə, valana zərbəni endirməlisən. Gətirim, çəkim, qaytarım, belə bir şeylər ola bilməz. Valan raketka hərəkət etdisə, valana zərbə endirilməlidir.